bu parklanma ilə bağlı və düzgün siyasətin qurulması ilə bağlı çox ciddi işlər görülməlidir. Bununla bağlı mənim açığı deyim ki, həm AYNA ilə, həm də ki Rəqəmsal İnkişaf və demək Nəqliyyat Nazirliyi ilə çox geniş söhbətlərimiz olub. Şəxsən mənim özümün də telefondan ayrı görüşlərdə də görüşlərimiz olub. Bunların həyata keçirilməsi ilə bağlı onların çox böyük planları və layihələri var. Ne zaman? Amma bu layihələrin, onların özü də demişəm, bu layihələrin həyata keçirilməsi üçün çox böyük məbləğ lazımdır. Məsələn, bax indi bu 10 metronun tikilməsi ona daxildir, tramvay xətlərinin çəkilməsi ona daxildir. Amma biz bunun nəticəsini ki, gələn il görəcəyik, 2 ildən sonra görəcəyik, mən buna inanmıram. İnanmıram, amma bir il, yarım, 2 ildən sonra müəyyən nəticələr olacaq. Amma buna qədər mən düşünürəm ki, müəyyən qədər yəni bu məsələlərdə yüngülləşmə olmalıdır ki, çünki bəzən elə olur ki, bir maşın məsələn gedir saxlayır, bir gündə 2-3 cərimə yazılır ona.